Salam dəyərli abituriyentlər, hər vaxtınız xeyirli olsun. Deməli, fizikadan sürət sınaq qruplarına atdığım bu maraqlı məsələnin izahına baxaq. Məsələmiz maraqlı bir dövrə məsələsidir. Deyir ki, şəkildəki dövrədə voltmetrin göstərişi neçə voltdur? Deməli, bəzi şagirdlər burada çaşırlar. Necə çaşırlar? Götürürlər bu voltmetr bir dənə müqaməti ölçür. Görürlər ki, voltmetr bir dənə müqamətə bağlanıb və voltmetri tapanda bir R götürürlər. Uşaqlar, bu çox yanlışdır. Necə? İndi baxırıq məsələyə. Deməli, məsələdə bizə ilk öncə cəryan şiddətini tapmalıyıq. Tam dövrə üçün 10 qanunu. Yəni yazıram ki, I bərabərdir epsilon bölünsün R plus R düsturu. Burada kiçik r daxili müqamətdir və onu bizə 0 olaraq verib. Aha, epsilonu verib 25 volt. Demək uşaqlar, biz burada r-ləri, yəni ümumi dövrədə olan müqaməti tapmalıyıq. Şagirdlər burada biraz çaşırlar. Deyirlər ki, müəllim, bəs dövrə biraz qarışıqdır. Uşaqlar, bu dövrənin qarışıq olması sizinlə razıyam. Amma bunu sadə şəklə gətirə bilərik. Necə gətirə bilərik? Deməli, bu bizim müsbət qütb, bu da bizim mənfidir, düzdür? Aysal. Deməli, mən bir dənə müsbətdən gəlir. Bir dənə rezistor var. Gəldi. Ona ardıcıl ikinci bir rezistor var. Gəldi. Sonra bu iki dənə ayrılır hissəyə və buna ardıcıldır. Bunlar isə bir-birinə paraleldir. Bu da nəyə birləşib? Mənfi qütbə. Aha, əla. Deməli, bu oldu bizdə R, bu R. Aha, əla. Demək, şagirdləri burada çaşdıran əsas məqamlardan biri voltmetri necə birləşdirməkdir. Burada görürlər ki, voltmetr bir dənə R-ə birləşib, götürürlər ki, müəllim, biz voltmetri hara birləşdirdik? Baxın uşaqlar, voltmetr ümumiyyətlə nədir? Dövrədə dövrəyə paralel qoşulur və burada paralel olan hər iki rezistordur və hər iki rezistorun müqamətdir. Hər iki rezistorun voltmetri, yəni buna paralel şəkildə birləşməlidir. Ay sağ ol. Onda mən voltmetri bax bu şəkildə dövrəyə qoşuram. Əla, əla. İndi dövrəmiz sadə hal aldı və mən burada ümumi müqaməti tapa bilərəm də. Baxın, bunlar bir-birinə ardıcıldır. Bu olacaq 2R. Bunlar isə paraleldir. Bu isə paraleldir. Mənə verəcək 0,5R. Və ümumi müqavimət R ümumi bərabər olacaq 2R üstəgəl 0,5R. Bu da bərabərdir 2,5R-ə. Əla, əla. Demək uşaqlar, gəl qayıdaq düsturumuza. I bərabərdir epsilon bölünsün. I bərabərdir epsilon bölünsün R plus R. Daxili müqavimət onsuz da sıfırdır. Yazıram ki, I bərabərdir epsilon bölünsün R-in yerinə belə yazım. Ondan sonra dəyərləri yerinə qoyuruq. Epsilon nə qədərdir? 25 voltdur. R nə qədərdir? 2,5 R-dir. Aha, əla. Onda mən buradan i-ni tapsam, 25-i 2,5-ə böləndə deməli, bu eləyəcək 10 bölünsün R. 10 bölünsün R belə bir əvəz etməklə i-nin düsturunu aldıq. Əla. Demək uşaqlar, indi mən keçirəm voltmetrin nə qədər olduğunu tapmalıyam. Baxın uşaqlar, bu voltmetr bilirik ki, dövrəyə paralel qoşulur və 2 dənə rezistor var. Bu rezistorda mən voltmetri tapsam, o bərabərdir. I vurulsun. Bax, hara birləşib? Bu ikisinə birləşməyib. Əla. Və onların yekun müqaməti nə qədərdir? 0,5 R olaraq tapdıqda, deməli yazacağım 0,5 R-ə. Bu da bərabərdir. I-nin yerinə 10 bölünsün R yazacağım. 0,5-ə də vuracağım. R-lər ixtisar gedəcək. Buradan tapacağım ki, voltmetr 10 vurulsun 0,5. Bu da bərabərdir 5 volt olacaq. Sağ olun, salamat qalın. Cavab B variantı.